Əgər sizə desəydilər ki, dünya xəzinəsindən istədiyinizi götürə bilərsiniz, yəqin ki, hərənizin müxtəlif cavabları olardı. Hər kəsin sevimlisi idi. Körpə olmağına baxmayaraq uşaqlıqdan hamının sevgisini qazanmışdı. Həmişə Allaha şükür ki, bizim qəhrəman oğullarımız çox olub. Onlardan biri də Mehdidir. Əgər sizə sual versəydilər ki, dünya xəzinəsindən nə götürərdiniz, yəqin ki, bir çoxunuz müəyyən sərvətləri nəzərdə tutardınız. Amma onun cavabı çox fərqli olmuşdu. Çünki o, işğal altındakı torpaqları istəyirdi. Çünki Qarabağ 30 il quldur əlində qalmış bir xəzinə idi. O, uşaq bacarmışdı. Uşaqlıqdan vətənpərvər ruhiyyə ilə böyümüş Mehdi, Qarabağımızın azad olunmasında öz canından keçmişdi. Belə ki, bizim filmlərdə və digər seriallarda izlədiyimiz o döyüş səhnələrini bizim igidlərimiz Qarabağda həqiqətən də yaşadılar. Öz canlarını fəda elədilər. Mehdi bizim bugünkü günlərimizdəki xoşbəxtçiliyimizin əsas bünövrəsi və sütunudur. Biz hər zaman onlara borcluyuq. Ona uşaqlığında Mikhailo ləqəbi verirlər. Sinifdə o bu adla tanınırdı. Eyni ilə də tədbirlərdə, yarışlarda fəal iştirak edirdi. Mehdi dostları arasında çox sevilirdi. Bütün dostları onun mərd, vətənsevər, qorxmaz, igid, qayğıkeş biri olaraq tanınırdı. Şəhid Mehdi mənim ilk övladım olub. 1995-ci ildə iyulun 27-sində bizim ailədə göz açdı. Mənim ilkimdir. Hər kəsin sevimlisi idi. Körpə olmağına baxmayaraq uşaqlıqdan hamının sevgisini qazanmışdı. Hamı onu çox istəyirdi. Çox gözəl, şirin, mehriban, istiqamlı bir uşaq idi. Hər kəslə oynayırdı, hər kəslə qaynayırdı, qarışırdı. Heç nədən qorxmurdu. Uşaq olmağına baxmayaraq heç nədən qorxmaz. Elə bil ki, nə bilim, böyük bir insan kimi idi. Həkimə də hətta balaca uşaq idi. Həkimə də aparanda həkimdən qorxmaz, iynədən qorxmaz. Elə bil ki, bu uşaq Allahdan bir, nə bilim, mənə hədiyyə idi, mənim bir xəbərim olmadı. Uşaqlığı heç məni incitməyib, heç vaxt uşaq Mehdimdən mən nə uşaq vaxtı, nə məktəb vaxtı, nə böyüklüyündə heç vaxt ondan xəcalət çəkməmişəm, hər zaman qürur duymuşam. Sonra Mehdi məktəbə getdi 1-ci sinifə. Məktəbdə də hamının sevimlisi oldu. Çox uşaqlarla da həmişə mehriban, bütün tədbirlərdə iştirak eləyən, müəllimlərin, sinif yoldaşlarının sevimlisi. Heç bir uşaqla, heç bir 11 il ərzində, 11 il bir sinifdə oxudu. Heç bir uşaqla, heç bir konfliktə girmədi. Nə müəllimlərdən şikayət aldım, nə uşaqlardan şikayət aldım. Heç vaxt məni məktəbə şikayətə görə, nəsə narazılığa görə dəvət eləmədilər. Mənim qardaşım da 208 nömrəli məktəbdə, Asəfin oxuduğu məktəbdə müəllim idi. Həmişə o deyirdi ki, gedirdim, Tövfə müəllimənin şagirdi olub Mehdi. Tövfə müəllimənin yanına gedirdim. Deyirdim ki, bəs necədir də, Mehdi neynir? Tövfə müəllimə deyir ki, sən deyir Mehdiyə görə bu sinifə gəlmə. Mehdinin burada sən onun haqqında heç bir pis şey eşitməyəcəksən. Ən tərbiyəli, ən qanacaqlı uşaqdır. Sən Mehdiyə görə narahat olma, heç burada gəlmə, onu soruşma. Mehdinin şəkli məktəbdə o yaxşı oxuyanların, tərbiyəli uşaqların şəkli olan lövhədə var idi. Futbolla çox maraqlanırdı uşaq vaxtında. Hətta mənə nə dəfələrlə deyirdi ki, ay ana, məni futbola yaz, professional futbolçu olum. Mən hələ də indi onun peşmançılığını çəkirəm ki, mən niyə onu futbola qoymadım? Çünki onu oxumağını istəyirdim. Deyirdim ki, ikinci futbol onun oxumağına mane olar deyə icazə vermədim. Ancaq məktəb yarışlarında həmişə iştirak eləyib, həmişə birinciliklər qazanıb, yaxşı qaçırdı, sürətli qaçışı var idi, gözəl oynayırdı. Qalatasarayın fanatı idi, şəkilləri də var. Müşfiq müəllimin sinifində oxuyurdu.
Müşfiq müəllim oydu, Seyid Hüseyn idi, bir-iki dənə uşaqlar var idi. Onlarla məşğul olurdu, universitetə hazırlaşırdılar. Amma nə bilim, alınmadı, universitetə daxil olmaq da alınmadı, nəsə Mehdidə. Məktəbi qurtardı, qurtaran kimi də heç mən onu işə demədim ki, ged işə, işdə, neynəsə. Özü gəldi məktəbi 11-i qurtarandan sonra gəldi, dedi ki, bəs dostu var Seyid Hüseyn. Dedi ki, biz işləmək istəyirik. Dedim ki, bəs 11-i təzə qurtarmısan, nəyə ehtiyac var? Dedi, yox, evdə oturmaqdansa gedim işləyim, evə nəsə bir köməkliyim olsun. Getdilər, 2 dost, 2 qardaş işlədilər əsgərliyə qədər. Əsgərlik vaxtı gəldi, böyük məmnuniyyətlə getdi. Əsgərlikdə də Murov dağına düşmüşdü. Narahat idim ona görə. Hətta elə bir şans oldu ki, onu aşağı komandirin otağına salmağa dedim ki, bəs gəl uşaq, sən orada vəziyyət çətindir, soyuqdur. Danışırdı ki, burada çox soyuqdur. Hətta kipriklərimiz belə donur burada, buz bağlayır. Çox soyuqdur. Elə bir şans oldu ki, onu mən aşağı salmağa, komandirlərin yanına, qapıda oturmağa da, xidmətçi kimi də qulluğa. Mənimlə narazılıq elirdi ki, eləmə, mən burada qalmaq istəyirəm, mən uşaqlardan ayrılmaq istəmirəm, mən də əsgərlik eləmək istəyirəm, hamı kimi, bu dostlarım kimi məni bunlardan ayırma. Çox vətənini sevirdi, şəhidləri də sevirdi. Şəhidləri hər zaman şəhidlər gələndə çox qəmli olurdu, statuslar qoyurdu. Əsgərlikdə gələndə komandirlərin fəxri diplomları ilə gəldi. Fəxrlə göstərdi ki, bəs bax, ana, gör, mənə diplomlar veriblər. Oradakı komandirlərin onun haqqında danışıqlarını danışırdı ki, bəs mənim haqqımda necə gözəl fikirdədirlər. Mən buna heç şübhəm də yox idi. Çünki Mehdi hansı kollektivə düşürdüsə, harasa düşürdüsə, ancaq hörmət qazanırdı, sevgi qazanırdı. Öz davranışı ilə, tərbiyəsi ilə, əxlaqı ilə. Mehdi xasiyyətcə çox həlim, xasiyyətli, mehriban bir insan idi. Uşaqları sevirdi, insanları sevirdi, insanlara yardım eləməyi sevirdi. Kimin ona nə ehtiyacı vardısa, olsa da, olmasa da, ancaq köməyə getməyə çalışırdı. Məclislərdə olsun, qohum məclislərində olsun, xeyir olsun, şər olsun, Mehdi ancaq xidmətdə idi. Əsgərlikdən də gəldi, bizim meçidimiz var, İmam Əhməd meçidi. Oranın könüllü xidmətçilərindən oldu. Könüllü şəkildə orada bütün məclislərdə iştirak elədi. İmam Hüseyn məclislərində, hər bir məclislərdə həm işləyirdi. Əvvəl Mehdi maşın üzrə köməkçi idi ustanın yanında. İşi çox ağır idi. O ağır işinə olmağına baxmayaraq, meçidin heyətinin bütün işlərinə də gedirdi. Bir gün bazar olurdu, xadnoyu olurdu. Onda da meçiddə nəsə kömək lazım olanda canla başla gedirdi. Hətta mən deyirdim, ay bala, bir gün xadnoyun var, yat, dincəl. Yox, ana, orada filan iş görürlər, təmizlik işi var, mən gedeyim, kömək eləməliyəm. Məclislər axşamlar olurdu, Mehdi işdən tez tələsik gəlirdi, tez yeməyini yeyib, qaçırdı meçiddə ki, gedirəm xidmətə. Belə bir oğul idi, həm vətənini sevirdi, həm dinini sevirdi, həm insanları sevirdi, gözəllikləri sevirdi. Özünün çox gözəl bir sözü var Mehdinin. Həmişə onu hər yerdə mən deyirəm, elə bil ki, Mehdinin logosu olub. Mehdinin bir gözəl sözü var. Mən gözəl şeylərin, gözəl insanların başına gələcəyinə inanıram. Bu sözlə elə bil ki, bu Mehdi uşaqlıqdan yox, cavan vaxtından bu sözün mənasını tutdu və bununla getdi də. Bu ancaq gözəlliklər, insanlara yardım eləmək, insanlara kömək eləmək.
Deyirdi, Ayna, mənim ürəyimdə kin yoxdur. Mənə heç kim haqqında heç nə demə, şikayət eləmə. Mən heç kimə heç nə bilim, belə bir oğlu idi. Əlindən pislik gəlməzdi. Ancaq yaxşılıq, kömək. Sonra işindən çıxdı, usta işindən, maşın işindən. Kondisioner işinə getdi. Orada da çox gözəl hörmət qazandı. Ustaları hətta deyirdi ki, bəs məni evlərinə aparırlar. Heç kimin evinə buraxmadığı insanları Mehdi deyir ki, deyirdi ki, gəl gedək bizə. Heç bir o cür etibar qazanmışdı Mehdi. O cür sevgi qazanmışdı Mehdi. Sonra müharibənin başlamağına az qalırdı. Polad Həşimovun şəhid oldu. Hamımızın bildiyi kimi. Mehdi də gəldi, dedi ki, ana, çox sarsıldı Polad. Generalımızın şəhid olmasından çox sarsıldı, həddən artıq. Prezidentimiz o vaxt səfərbərliyi elan elədi. Dedi ki, kim döyüşmək istəyirsə, gəlsin səfərbərliyə. Elan olundu bir sözlə. Mehdi də elə bil ki, o neçə illik arzusu həyata keçmişdi, onun əlinə fürsət verilmişdi. Dedi ki, ana, mən yazılacam o səfərbərliyə. Dedim, lazım deyil də Mehdi, eləmə. Nə bilim, bir ana kimi, düzdür, mən də vətənimi sevirəm, mən də bayrağımızı sevirəm, mən də torpaqlarımızın azad olmasını istəmişəm, hər zaman arzu eləmişəm, dualar eləmişəm. Xocalda olan soyqırımımızın qisasının alınmasını istəmişəm hər zaman. Mehdiyə də bu vətənpərvərliyi demək olar ki, elə uşaq vaxtından mən aşılayırdım. Televizorda uşaq idi Mehdi. Televizorda paradlar keçirilirdi. Azərbaycan müstəqil olandan sonra paradlar keçirilirdi. Uşaqdı da Mehdi qaçır o üzə bu üzə. Özüm çağırırdım ki, Mehdi gəl, bax, otur. Tanka bax, tanklar keçir, BTR-lər keçir. Çağırırdım, otuzdururdum. Otururdu, baxırdı. Nənəsi ona hərbi geyim giydirmişdi uşaq vaxtı, şəkilləri də var. O paltarları giyirdi. Yəni bu vətənpərvərliyi aşılasam da, yenə də bir ana kimi narahat idim ki, nəsə bir şey olar da. Dedi, yox ana, mən yazılmaq istəyirəm. Dedim, ay bala, bizim vətənin, ordumuzun o qədər igidləri var, o qədər. Mehdi özü cılız, arıq bir uşaq idi. Dedim, o qədər oğulları var, sənə nə gərək var da? Onlar məndən nə artıqdır, mən onlardan əskiyəm. Bu söz elə bil məni tutdu, elə bil ki, onun o hissiyatına qarşısında dura bilmədim. Dedim, yaxşı, yazıl. Yazıldı da, sonradan hərbi hissədən cavab da gəldi. Yenidən təsdiqlədi də ki, bəs bəli, mən yazılmışam, təsdiqləyirəm. 2020-ci ilin sentyabrın 21-i idi. Həmişəki günlərdən biri idi də biz üçün Mehdi yatmışdı. Hərbi hissədən zəng gəldi. Voyinkomatdan daha doğrusu zəng gəldi. Özüm götürdüm. Dedilər ki, bəs Mehdi Fərzulazadənin evidir, dedim, bəli. Dedi, gəlsin hərbi bizim voyinkomata, Suraxanaya. Dedim, nə olub? Dedi, heç, elə belə təlim aparırlar. Oyatdım, öz əlimdən oyatdım. Nə bilim, durdu. Elə demişdi ki, elə sumkanı da götürmüşdü. Dedi, buradan işə gedərəm. Yəqin ki, nəsə elə belə çağırışdı da, yoxlanışdı. Sumkasını da götürdü həmişəki kimi iş sumkasına getdi voyinkomata. Mən də qaldım evdə. Bir də gördüm, zəng eləyir ki, bəs Ayana bizi buradan
Doğudan da təlim aparırlar. Dur, gəl. İşimi gücümü atdım, getdim voyinkomata. Yığılmışlar içəri bütün uşaqlar avtobuslarla. İnanın, heç orada da mən oyundan o günü qoymadılar. Onlar içəridə idi, biz bayırda. Görüşə bilmədim orada da Mehdi ilə. Avtobusdan keçəndə uşaqları mindirdilər avtobusa. Yola düşəndə pəncərədən gördüm, gülə-gülə mənə əl elədi. Mehdini ən son görməyim mənim həmin o simadır. O mənə gülər üzlə əl eləməyi, elə bil ki, sevinirdi ki, bu gedir Qarabağı azad eləmək. Hələ o vaxt müharibədən söhbət də getmirdi, təlim adı ilə. 10 günlüyə təlimə adı ilə getdilər. Mehdinin məktəb vaxtı bir xatirə dəftərində yazısı var. Onu mənə sonra uşaqlar Mehdi şəhid olandan sonra göstərdilər. 7-ci sinifdə xatirə dəftəri var Mehdinin, hələ əl yazması da qalıb, o saxlamışam. Sual verirlər ki, orada Mehdiyə, ümumi sualdır da hamıya. Dünya xəzinəsindən sizə versəydilər, oradan siz nə götürərdiniz? Mehdi yazmışdı ki, Azərbaycanın, Qarabağın işğal olmuş torpaqlarını. Bu arzusunu həyata keçirtməyə getdi. 7-ci sinifdə yazdığı o əhdini həyata keçirtməyə getdi Mehdi. Getdi, Pir Şükür deyilən hərbi hissəyə Bakıda. 1-2 gün orada qaldılar. Danışırdıq, yazışırdıq. Orada da təlimlərə gedirdilər. Sentyabrın 26-sı idi artıq. Mehdiyə nəsə mesaj çatmadı. Narahat olmağa başladım. Yazırdım ki, Mehdi, niyə cavab vermirsən? Çünki demişdi, bəlkə telefonları aldılar bizdən. Sentyabrın 26-sı artıq mesaj çatmamağa başladı, narahatçılığım artdı. Sentyabrın 27-si müharibə elan olundu ki, bəs müharibə başlayır, prezident elan elədi. Onda narahatçılığım daha da artdı. Zəngimə cavab vermirdi, mesajlarıma cavab vermirdi. Xəbər gəlirdi ki, bəs Pir Şükürdən uşaqların hamısını aparıblar müharibəyə. 5 gün mən müharibə başlayandan Mehdidən xəbər almadım. 27-si başladı, 5 gün. Heç bir zəng, heç bir mesaj, heç bir xəbər olmadı. 5 gündən sonra bir də zəng gəldi, gördüm ki, Mehdi. Çox sevindim. Ay bala, hardasan? Füzulidəyik, müharibə gedir. Biz də buradayıq. Nə qədər tapşırdım, ehtiyatlı ol bala. Narahat olma. Dedim ki, bax, hər gün zəng elə. Bir dəqiqə də olsa da səsini eşidim, bilim ki, hər şey yaxşıdır. Mənim dediyimi də elədi, hər gün zəng eləyirdi, danışırdıq. Hardasan, arxadayam, ana, narahat olma. Öndəsən, yox, narahat olma. O əskərlər alırlar, biz də onların yerin ardınca gedirik. Mənə belə sakitləşdirirdi, amma ki, hamısı da yalan idi. Ən öndə gedənlərdən idi. Deyirdi, Mehdi, şəkil at, baxım. Deyirdi, yox, olmaz, icazə vermirlər şəkil zad atmağa. Dedi, gələrəm, videolar var, şəkillər var. Hamısına bir yerdə baxarıq. Narahat olma. Hamısını göstərəcəm sənə, söhbət eləyəcəm. Sonra bir gün zəng elədi ki, bəs Füzulidə biz bir yer almışıq, 5 nəfər. Bayraq sancmışıq, çox sevinə-sevinə, qürurla. Karyer deyilən bir yer var ayana, oranı biz aldıq, bayraq taxdıq. Dedim, afərin, çox sağ olun.
Amma neynirsən elə özünü qoru. Sonra Gəncə hadisələri olanda Gəncəyə ermənilər atəşə atmışlar, bombalar, zatlar atmışlar. Nə qədər uşaqlar, gənclərimiz orada ölmüşdü, şəhid olmuşdu. Onda Mehdidə zəng elə dedim ki, bəs xəbərim var Gəncə hadisələrindən. Dedi, var, ana var. Dedim, bəs orada körpələr ölür. Onların qisasını alın. Dedi, sən narahat olma, biz onların qisasını artıqlaması ilə alırıq. Belə-belə hər gün danışırdı. Namazını qılırdı, orada da namazından qalmırdı. Orada da elə bir çətin bir yerdə, ac, susuz, deyirdi bizə biraz çox öndəyik deyə bizə yemək, azuqəmiz biraz gecikir, çatmır, gec gəlir. Ayana, burada uşaqlar heyvan tuturlar, vururlar. Yəni ki, olar mən onu görəsən yeyim, halaldır o. Orada da o yeməyinə, halallığına fikir verirdi ki, yəni ki, güllə ilə vurulmuş bir heyvandır da, onu da yemək olar, yoxsa yox. Dedim, ay bala, sizə hər şey halaldır, o nə deməkdir ki? Təki ac qalma yenə. Noyabrın 6-sı Mehdidən zəng gəlmədi artıq. Narahat olmağa başladım, çünki az da olsa zəng elib özündən xəbər verirdi. Noyabrın 6-sı zəng gəlmədi, nigarançılığım artdı. Noyabrın 7-si oldu, zəng gəlmədi. Biraz da narahatçılığım artır, get-gedə. Mənə hansı nömrələrdən ki zəng eləyirdi, onlarla əlaqə saxlayırdım uşaqlarla ki, bəs Mehdidən nə xəbər, ay bala. Deyirdilər ki, Ayana, biz başqa yerdəyik, Mehdi ilə yollarımız ayrılıb. Onlar başqa istiqamətə gedib, biz başqa istiqamətə getmişik. Yoxdur, görmürük, Mehdi bizdən ayrılıb. Dedim, bəs mən necə xəbər tutum? Özü sizlə əlaqə saxlayacaq, narahat olmayın. Noyabrın 8-i oldu, Şuşa alındı. Müharibənin bitməsi haqqında xəbər verdi prezidentimiz. Bir tərəfdən sevinirdim ki, şükür Allah, nəhayət ki, müharibə bitdi və Mehdi qayıdacaq bütün uşaqlar kimi. Qurbanlarımız var idi, boyun almışdıq, sağ-salamat gəlsin. Noyabrın 8-i də xəbər çıxmadı. Yenə məcbur başqa nə edə bilərəm, həmin nömrələrə yenə yığırdım ki, bəs Mehdini yazmır axı, xəbər eləmir. Narahat olmayın, xəbər çıxacaq, gözləyin. 10 gün belə Mehdidən xəbər çıxmırdı, gözləyirdim. Elə bilirdim, çünki eşidirdim, televizorda zətdə görürdüm ki, uşaqlar xəbərsiz gəlirdilər, sürpriz eləyirdi. Mehdidə də o var idi biraz. Qapıda, pəncərədə maşın dayananda axşam elə bilirdim ki, Mehdi məndən xəbərsiz gəlib, yəni sürpriz eləmək mənasında. Tez pəncərəni açırdım, baxırdım, gördüm, yox, o deyil. Gözləyirdim ki, özü gələr. Mənə deyirdilər ki, gəl gedək, axtaraq, Füzuliyə gedək, dostlarım, qohumlarım. Deyirdim, yox, hara gedirəm, nöş gedirəm. Mehdi özü gələcək də, hara gedirsiniz? Mehdi sağdır, indi ola bilsin, telefon yoxdur yanında. Heç kim heç yerə gedməyəcək, Mehdi özü gələcək, mən bilirəm. Hamıya xəbər verdim ki, bəs Pir Şükürdən, Ensa ilə hərbi hissədən gedən Fərzulazədə Mehdi, kim tanıyır, əskərlər arasında qohumlar, zatlar, kim var orada, xəbər göndərirdim, hamı axtarırdı. Əskərlər arasında axtarırdım, televiziyada süjetlər gedirdi, əskərlər göstərirdilər, onların arasında axtarırdım. Sağların arasında axtarırdım da. Çünki başqa bir, heç ağlıma gəlmirdi ki, Mehdi başqa cür gələ bilər. Mən onu sağların arasında axtarırdım.
Sən demə Mehdi artıq cənnətdədir. Noyabrda 16-sı bizə zəng gəldi ki, Mehdi yaralıdır. Mehdini gətirəcəklər sabah. Yaralı adı ilə gözlədim səhərə qədər. Hamı bilirdi. Məndən başqa. Noyabrın 17-si oldu. Gördüm bizə gələn adamların sayı artır. Pəncərəni açdım. O pəncərəmizi gördüm, bayırdan səslər gəlir. Bilmədim kim idi. Əlində Mehdinin şəkli bayraqlarla dayanmışdı. Mənimlə üzbəüz pəncərədə. O vaxt mənə çatdı. O vaxt başa düşdüm ki, Mehdim şəhid gəlir. Məni eşitdiyini bilsəydim, mən onsuz da Mehdi məni eşidir. Bir cümlə yox. Mehdi getdiyi gündən məni eşidir. Mehdi getdiyi gündən mənimlədir. Hər zaman mənimlədir. Mən dara düşəndə də, darıxanda da həmişə Mehdi mənim köməyimə gəlir. Xiyabana gedəndə də Mehdim yanına. Otururam, onunla söhbət eləyirəm orada, başıma gələnlərdən gün ərzində. Nəsə bir problem olanda, darıxanda. Mehdiyə deyirəm ki, Mehdi, mənə öz varlığından bilirəm, varsan, yanımdasan, mənə xəbər göndər. Bir hiss eləyim səni. İnanırsınız, heç bir gün keçmir, mən Mehdidən bir işarə mənə Mehdidən işarə gəlir. Kimlənsə, kimin yuxusu ilansa və yaxud özüm hiss eləyirəm. Elə bir hadisələr baş verir ki, mən hiss eləyirəm ki, Mehdi mənim o mesajımı aldı və məni eşidir və mənə əyandır ki, Mehdi mənim yanımdadır, Mehdi bu evdədir. Mən onu görməsəm də Mehdi məni görür, məni qoruyur, məni eşidir. Eşitdiyinə görə elə bir cümlə ilə də deyirəm ki, Mehdi, mən səni çox istəyirəm. Gözdə inşallah cənnətdə qovuşarıq. Əvvəla sizi bu Mehdinin baba ocağında, necə deyərlər, salamlayıram. Təşəkkür edirəm belə bir təşəbbüsdən çıxış etdiyinizə görə. Bülbül şəhidləri haqqında və o cümlədən Mehdi haqqında. Bu da növbəti bir çəkilişdir. Mən Mehdinin dayısı Kərimov Etibar Xanəmədoğlu. Yəni, şəhidlərimiz haqqında saatlarla əlbəttə ki, danışmaq olar. Onlar hamısı bizim qürur mənbəyimizdir. Bizim şərəf tariximizi yaratdılar müasir dövrdə. 200 illik, bəlkə də daha çox tarixi olan Qarabağ problemini bir dəfəlik həll etdilər. Düzdür, bu o qədər də asan da olmadı. Birinci Qarabağ savaşında Azərbaycanın 20 minə yaxın şəhidi itkin düşənlərlə bir yerdə olmuşdu. Bunu hamımız bilirik. Amma bunun nəticəsi yox idi. Nəticə bizim üçün, Azərbaycan xalqı üçün çox ağır oldu. Azərbaycanın 20%-dən çox torpaqları işğal oldu. 1 milyon qaçqınımız, məcburi köçkünümüz oldu. Şəhidlər Birinci Qarabağ savaşında çoxlu qəhrəman uşaqları oldu. Əgər müharibədə məğlub olmuşduqsa, bu o demək deyildi ki, bizim Birinci Qarabağ savaşında qəhrəmanlarımız olmayıb. Çox böyük qəhrəmanlarımız olub. Amma o dövrdə sadəcə xalqın birliyini təşkil etmək, qüvvəsini cəmləmək, ordusunu, vahid bir ordunu bir mərkəzdən idarə olunan güclü bir ordu yaratmaq. Bu idi problem və bunun nəticəsində bizim torpaqlar işğal oldu. Çox şükürlər olsun ki, 2-ci Qarabağ savaşında
bizim əsas problemlərimiz, həm cəmiyyət olaraq, həm müstəqil dövlətçiliyimizin problemləri böyük ölçüdə artıq həll olmuşdu. Qarabağ problemi ətrafında olan bizə dəstəklə bağlı problemlər həll olmuşdu. Bizim artıq əvvəlki kimi tək qalmış bir dövlət deyildi Azərbaycan dövləti. Bizim çox güclü dayağımız, dəstəyimiz var idi. Qardaş Türkiyə, Pakistan, bu dövlətlər bizə çox güclü dəstək verirdilər. Həm diplomatiya sahəsində, həm siyasət sahəsində, həm hərbi quruculuq sahəsində. İkinci Qarabağ savaşı başlanana qədər Azərbaycan ordusu, bax bizim bu igid qəhrəmanlarımızın komandirləri neçə illər ərzində artıq NATO standartlarına uyğun olaraq hərbi təlimlər, hərbi məktəblər qurtarmışdılar. Məhz o qəhrəman bizim generallarımız İkinci Qarabağ savaşında bizim qəhrəman oğullarımızın başında dayandılar və torpaqlar azad oldu. Amma Birinci Qarabağ savaşında təəssüflər olsun ki, çoxlu xəyanətlər, satqınlıqlar olmuşdu. Əmrsiz geri çəkilmələr olmuşdu. Torpaqların təhvil verilməsi olmuşdu. İkinci Qarabağ savaşında biz bunların heç birini görmədik. Bu da vahid komandanlığın, necə güclü vahid komandanlığın olduğunu bir daha sübut edir. Qəhrəman oğullarımıza gəldikdə isə Azərbaycan xalqı heç vaxt onlardan məhrum olmayıb. Tarixin müxtəlif mərhələlərində həmişə Allaha şükür ki, bizim qəhrəman oğullarımız çox oldu. Onlardan biri də Mehdidir. Mənim bacım oğlu. İkinci Qarabağ savaşın könüllü qatılan yüzlərlə, minlərlə bizim Azərbaycan oğullarından biri də Mehdi Fərzullazadə olub. Yəni tək elə bu savaşın bir qəhrəmanı haqqında saatlarla danışmaq olar. Yəni onun uşaqlığından tutmuş, çox qısa ömrü oldu, 25 il. Bu 25 il haqqında mən bu 25 ilin bəlkə də bir çox əlamətdar günlərində demək olar ki, o Mehdi ilə olmuşam və onun tərbiyəsində də az-çox iştirak eləmişəm. Bununla ancaq fəxr edirəm, qürur duyuram. Çünki elə bu evlərdə, bu evimizdə dəfələrlə, yəni bizim şad günümüzdə, qəmli günümüzdə həmişə bir yerdə olmuşuq. İstər bu evdə olsun, istər öz evində olsun. Ona görə də bu hadisədən sonraki baş verdi, məndə istər-istəməz daxili bir tələbat var idi ki, Mehdi haqqında bir yazı yazım. Onun ilk məqaləsini də düzdür elə mən yazdım. 525-ci qəzetdə çap olunmuşdu. Elə ilk günlərdə bir həftə deyəsən üstündən keçmişdi. Sonra Bülbülə şəhidləri haqqında bir kitab çıxdı. Orada da Mehdi haqqında olan məqaləni mən yazmışam. Onu sizə burada göstərəm. Qarabağda döyüşən bülbüləlilər. Burada da Mehdi haqqında məqalə var. Və mənim əsas məqsədim bir roman yazmaqdır və o üzərində hələ də işləyirəm. O indi ömrümün yəqin ki, uzun çəkəcək, bir xeyli hissəsini alacaq. Materiallar yəni elə ilk günlərdən demək olar toplamağa başlamışdım. Bu Qarabağ konflikti, münaqişəsi ətrafında 200 illik tarixi haqqında materiallar toplayırdım. Və belə bir məqamda bacım demək ki, bəs mən istərdim artıq şəhidlər haqqında kitablar yaradılır. Mehdi haqqında da bir kitab yaransın. Mən də böyük məmnuniyyətlə qoşuldum bu işə. Və elə gətirdi ki, çox qısa bir müddətdə, hardasa 3-4 aya bu kitab hazır oldu, nəşr elədik. Qarabağda xilaskarlıq və zəfər missiyası. Bunun redaktorları da deməli, elmi redaktorları Rauf Məlikov, tarix üzrə fəlsəfə doktoru və İltifat Əliyarı, tarix üzrə fəlsəfə doktorudur. Redaktoru Sevda Mehrəliyeva, əməkdar jurnalist və Hüsnə Ələkbərzadə.
rəisçiləri isə əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli və hərbi siyasi ekspert Elmar Hüseyndir. Deməli, bu kitabda bunun sistemi belədir ki, 200 illik Qarabağ münaqişəsinin tarixi danışılır. Bu münaqişə Qarabağın azad edilməsi uğrunda aparılan mübarizə göstərilir. 200 illik mübarizə tarixi. Pənahəli xandan tutmuş mərhələlərlə 18-20-ci illər bizim Cümhuriyyət dövrümüzdə aparılan mübarizələr və nəhayət Sovet dövründə aparılan mübarizə, Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması Azərbaycanın içində bir bomba kimi Sovet hökuməti tərəfindən yaradılmışdı. Və nəhayət müstəqillik illərində 1-ci Qarabağ savaşı və nəhayət 2-ci Qarabağ savaşı və onun yekun nöqtəsi kimi bu zəfərə aparan yolda bizim qəhrəman igidlərimiz və Mehdi onların timsalı. Bir dənə əsgərin könüllünün bütün necə bu böyük bir prosesə, 200 illik bir tarixə necə nöqtə qoyması. Mehdinin yəni qəhrəmanlığı, Mehdinin bu vətənpərvərliyi haqqında yenə dedim, bu anası yəqin ki, həyatını danışıb sizə. Necə ki, uşaqlıqdan başlayıb, uşaqlıqdan vətənini sevməsi, uşaq məktəb illərində onun o xatirə dəftərinə yazdığı cümlə. Məndən xahiş elədilər ki, burada bir xatirələr danışım, yadda qalan. Mehdi haqqında çox danışmaq olar, yadda qalan. Yadımdadır, bir dəfə Mehdini götürüb getmişdi öz babasının, mənim rəhmətli atamın qəbrini sahmana salmağa, necə deyərlər. Orada o babasının, nənəsinin, rəhmətli Hacı Zərxan nənənin qəbirlərini düzəldəndə, otdan, ələfdən təmizləyəndə necəsə oldu, birdən Mehdiyə dedim ki, Mehdi, sən də vaxt gələr, mənim qəbrimi gəlib belə təmizləyərsən. Mehdi o vaxtda elə bil ki, baxdı mənə, azacıq da gülümsədi, heç nə demədi. Elə bir qəribə oldu, nəsə belə bir ifadə üzündə yarandı ki, elə bil ki, o öz ifadəsi ilə o deyirlərə insana bildirmək istəyir ki, yəni ki, sən nə danışsan biz necə bilmək olar ki, birinci sən gedəcəksən, ya mən gedəcəm. Amma bu sözü demədi. Amma onun üzündən elə bil ki, mən oxudum onu. Sonradan da o ifadələr, onun o üz ifadəsi tez-tez yadıma düşürdü artıq şəhadətindən sonra. Və mənə elə bil ki, aydın oldu ki, o deyirlər, şəhidlər öz şəhid olacaqlarını elə bil ki, bilirlər qabaqcın. Elə bil ki, o Mehdi həqiqətən o vaxtı o öz şəhadətinin haqqında elə bil ki, hiss eləyirdi ki, ona görə o mənə o cür baxmışdı orada. Yəni, nə bilmək olar ki, birinci sən gedəcəksən, ya mən. Mehdi ilə bağlı çox belə qəribə hadisələr olub. Bu, onun nəinki vətənpərvər, ümumiyyətlə insanpərvər bir insan olmağa hamı bilir burada. Qonşular, qohumlar, əqrəba. Bu, necə yardımsevər bir insan idi. Adam heyrət eləyirdi. Ona heç bir kənar söz demək lazım. O bilirdi ki, məsələn, filan yerdə filan kəs onun tanıdığı bir adamın köməyə ehtiyacı var və o kömək onun əlindən gəlir. Ona heç kim deməməli idi. O özü gedirdi, ona o kömək eləyirdi. Dəfələrlə burada da elə olub. Mən bir işim olub, ürəyimdən keçirmişəm ki, bir əl yeritirən olsaydı, Mehdinin yeri görsənir və Mehdi gəlib.
Sonradan mən həmişə özlüyümdə düşünürəm ki, axı bu necə ola bilər belə şey? Bunun bir izahı olmalıdır. Belə izah eləyirdim özümə ki, bu adam deməli yaddaşında saxlayır ki, bax filan günü məsəl üçün dayımın filan işi olacaq. Orada ona kömək lazım olacaq. Bu yaddaşında bunu saxlayırdı və həmin günü öz işini elə qururdu ki, mütləq gəlsin orada kömək eləsin. Və yaxud da ki, filan günü qonşuda filan iş olacaq. Orada kömək lazım olacaq ona. Öz işini elə qururdu və həmin günü azad olurdu, gedirdi ora. Bax belə. Bu adam daxilində bu heç kim ona heç nə demirdi. Özü. Ona məsəl üçün o əsgərliyə getdi, gəldi, qulluq elədi. Sonradan namaza başladı. O məscid haqqında, dayımın Hacı Möhsümün, bizim Bülbülənin sayılan seçilən ağsaqqallarından, ziyalı din xadimlərindən biri olub. Onun o bizim məscidi qapının ağzındakı tikdiyi o indi Ümmət məscidi adlanır. Onun necə tikildiyini dəfələrlə ona danışırdım elə uşaqlıq illərindən, məktəbli illərindən. Necə görürdüm o maraqlanırdı oyunla. Onu çünki tikənlər o məscidi elə Mehdi boyda uşaqlar idi, orta məktəb uşaqları. Mən o vaxt orta məktəbdə 208-də direktor müavini işləyirdim, həm də tələbə idim Bakı Dövlət Universitetində. O məscidin cəmi bir ustası var idi, Əlimədəd usta, rəhmətli. Bir də bütün fəhlələri də o orta məktəb uşaqları, rəhmətli Səfər, rəhmətli Rəfail, rəhmətli 1-ci Qarabağ savaşı qəhrəmanı Vüqar Bədəlov, hansı ki bizim küçəmizdə yaşayır, küçənin başında. O da mənim yaxın dostum olub. Onlar elə bil ki dayımın Quran öyrətdiyi ilk qrup uşaqlar idi. O məscidi tikənlər onlar idi. Necə dayım əlbəttə ki işi təşkil edən, pul tapan, insanlardan toplayan, material gətirən hamısı dayım idi. Amma işi görən əsas o bir nəfər usta, bir də o orta məktəb uşaqları. Bir də görürdün ki, məsəl üçün beton gətirirdilər. Hacı Möhsüm zəng eləyirdi ki, mən məktəbdə idim. Etibar bax gör orada uşaqlardan kimi taparsan, göndər gəlsin, təcili betonu eləmək lazımdır. İşlətmək lazımdır. Mən də götürüb uşaqları göndərirdim ora. Bax belə-belə tikildi o xalqın özünün iştirakı ilə birbaşa. Yəni əlbəttə ki, o uşaqlar heç bir o uşaqlara nə pul verirdilər, nə də bir şey. Özü də elə bir vaxtda idi ki, hələ Sovet bitməmişdi, hələ Sovet dağılmamışdı. 90-cı ildən başlamışdı o məscidin tikilməsi. Bütün bunları da daim onlarla necə elə bil ki, yoldaş kimi o uşaqlarla rəftar edirdi həmişə, zarafatlaşırdı, gülüşürdülər, bax bu cür. Onlarla bir yerdə çörək yeyirdilər, bir yerdə çörək yeyirdilər, bir yerdə işləyirdilər. Bütün bu mənzərələri onlara danışanda görürdüm ki, onun üzündə necə alışıb yanır gözləri. Elə bil ki, o heyfslənirdi ki, onun vaxtına düşmədi ki, o da o uşaqlardan biri olaydı. O da yardım eləyəydi. Və bu həvəs onu oyatdı, getsin, heç olmasa bu yaşında artıq orada başqa bir cür əlindən gələn köməyi eləsin. Nə cür? Bax o cür işlərdə. Oranın bütün tədbirlərində, məclislərdə yardımını heç vaxt əsirgəmirdi. Özü də bu adamın özünün işi gücü vardı. Yəni ki, işləyirdi də başqa yerdə. Özü də bütün günü işdə idi. Əvvəlcə avtoservisdə, sonra kondisioner usta köməkçisi kimi və yaxşı da qazanırdı. Amma yenə də məsəl üçün işdən gəlirdi, adam yorğun, arğın bütün günü işdə, orada, burada. Evdən xəbər verirdilər və yaxud bilirdilər ki, hə, filan günü orada şey var, tədbir var, bir məclis var. Yəni kömək lazımdır. Bu Mehdini saxlamaq olardı. Belə bir insan, yəni içində həmişə ətrafındakı olan, darda olan insanlara, köməyə, yardıma ehtiyacı olan insanlara kömək eləmək hissi, tələbatı özündə belə bir insan
əlbəttə ki, dövlətinin, vətəninin dar ayağında getməyə bilməzdi. Onu kim saxlaya bilərdi? Polad Həşimovun o qətlindən sonra, şəhadətindən sonra o yazılanlardan biri də Mehdi idi. Özü də onlayn yazılmışdı. O da maraqlı hadisədir. Onlayn yazılandan sonra onu realda da təsdiq eləmək lazımdır, sən demə. O təsdiqi də təsadüfən bizim evdə düşdü. O hadisə də elə maraqlıdır. Mən çoxdan ona demişdim ki, bəs bizim kondisioner nəsə yaxşı işləmir. Bir vaxtın olanda usta ilə gəlib bir baxarsınız. Elə də oldu, düşdü ki, hə, gəldilər baxmağa o qonşu otaqda. Elə o baxan məqamda birdən telefonuna zəng gəldi. Çəkildi kənara, bir neçə kəlməlik danışdı. Təsdiq eləyirəm, bəli, mənəm. Bəli, bəli. Bununla da bitdi söhbət. Sonra özü çevrildi, dedi ki, bəs dayı, mən voyinkomatdan idilər. Mənim onlayn o yazılmışdı. Onu təsdiq elətdirdim indi bizə. Bəs gedəcəyəm inşallah. O vaxtı da belə qəhərləndi və onu göstərməmək üçün onu qucaqlamışdım. O hadisənin üstündən elə nə qədər bir həftə, 2 həftə keçdi, çağırdılar. Əvvəlcə Pir-Küçükgüldə, bir həftədən sonra da elə ilk gündən o 2-ci Qarabağ savaşı, 44 günlük savaşa başladılar. İlk gündən iştirak elədi və ilk qəribədir ki, Mehdi orada da o müharibədə iştirak elə bilirdi ki, anası onun üçün necə həyəcanlanır, necə hisslər keçirir. O anasını sakit eləmək üçün həmişə deyirdi ki, yox, mən döyüşdə iştirak eləmirəm. Mən filan postda dayanmışam, nə bilim, nə edirəm. O demirdi ona ki, bu döyüşdə iştirak edir. Adam öz bölüyünün ən əsas o 5 nəfərdən biri olub, sən demə, ən irəlidə gedən. Onun sonradan komandiri İlkin danışırdı. Ondan o kitabla bağlı çox söhbətlər eləmişik. O Füzulidə məşhur karyer yüksəkliyini ilk ora girən 5 nəfər olub, onlardan biri də Mehdi idi. Bu həmin bu orada çəkilmiş onun fotosudur, məşhur. Karyer yüksəkliyi. Oradan komandirin o vaxtda televizorlarda da demək olar bir neçə kanalda o vaxtda müsahibə verib onun komandiri İlkin Rıza Quliyev. O da məşhur nəslin nümayəndəsidir, komandiri. Hələ atası 1-ci Qarabağ savaşının iştirakçısı olub. Oğlu da İlkin də 2-ci Qarabağ savaşında Mehdinin komandiri idi. Yəni ən öndə gedənlərdən biri, 5 nəfərdən biri anasına, amma həmişə deyirdi, yox, mən iştirak eləmirəm, mən postda dayanıram. Belə qəhrəmanlarımız olub və o torpaq belə bir qəhrəmanların qanı ilə suvarıldı və azad oldu. Və onlar bizə bu vətəni əmanət qoydular. Bu cür uşaqlar getdilər, canlarını verdilər ki, bu torpaq, bu vətən bundan sonra azad olsun, düşmən tapdağından azad olsun. Və biz də onların qoyduğu bu mirası canımızla, qanımızla borcumuzdur, qoruyaq. Bundan sonra bütün düşmənlərindən, istər daxilimizdəki olan düşmənlərdən, hansılar ki var, ilk gündən başladılar onların zəhmətinə, əməyinə, qəhrəmanlığına kölgə salmağa ki, ay nə bilim, bizdə kənardan gəlib vuruşdular. Erməni düşmənlərinin dediklərini bizim içimizdə burada bizə yaymağa çalışdılar ki,
Azərbaycan döyüşçüsü olmayıb orada gəlib Suriyadan, nə bilim, oradan, buradan gətirib vuruşdurublar güya. Onların bizim qəhrəmanlarımıza elədiyi qəhrəmanlıqlara kölgə salmağa çalışdılar. Öz içimizdəkilər elə. Hələ mən qıraqdakı düşmənlərimizi demirəm. Həmin o düşmənlərin ağzı ilə burada danışanlar oldu bizimlə. Bizim üzərimizdə haqqıdır onların ki, biz müdafiə eləyək bundan sonra. Öz vətənimizi, torpağımızı, onlar qanları ilə, canları ilə müdafiə elədilər. Biz heç olmasa öz sözümüzlə, qələmimizlə, bu işlərimizlə onların bizə qoyduğu, getdikləri bu mirasa sahib çıxaq. Yeri gələndə kimlə lazımdırsa onlarla lap kəllə-kəlləyə də gələk. Onları göstərək ki, bu torpaq elə-belə torpaq deyil, bu qanla suvarılmış torpaqdır və heç kimə imkan vermərik ki, onlar bizim qəhrəmanlarımıza azacıq da olsa, heç olmasa bir balaca onların o işlərlə gördüyü işlərə kölgə salsınlar. Bizim, yəni o şəhidləri birbaşa tanıyan insanların, o şəhid ailələrinin, şəhid analarının əsas vəzifəsi, o cümlədən sizin kimi balaların da o vəzifəsi, əsas vəzifəsi budur, mənim düşündüyümə görə. Yəqin ki, ona deyərdim ki, Mehdi Arxayınov, sənin və sənin o qardaşlarının səninlə bir yerdə şəhid olmuş, canlı bu vətənə, bu torpağa qurban verilmiş o şəhidlərin hamısının əmanəti mən və mənim kimilər səndən sonra, sizlərdən sonra qoruyurlar. Bunu arxayın ola bilərsiniz. Şəhid Mehdi barəsində, Şəhid Mehdi ilə mən 5 yaşından bir yerdə böyümüşük. Həm qohumluq əlaqələrimiz olub, həm partiya yoldaşı olmuşuq. Biz ömrümüzdə 1 il 6 ay Mehdidən ayrı olmuşuq bir-birimizdən, o əsgərlik müddətində. O da ki, bir yerdə çıxmışıq, bir Suraxanı voyinkomatından, o Gəncə korpusuna gedib, mən Bərdə korpusuna. Qalan belə ömrümüzün geri qalan 25 ilində, 25 yaşına kimi ki, o şəhid oldu. O vaxta qədər Mehdi ilə bir yerdə olmuşuq. Günlərimiz bir yerdə keçib, həftənin 4 günü, 5 günü ən az bir yerdə olmuşuq. O başqa işlə məşğul idi, mən başqa işlə, amma işin qalan vaxtlarında bir yerdə olmuşuq. Yəni Mehdi uşaqlığından başqalarından çox fərqlənərdi. Mən, qardaşım Mehdi bir sinifdə oxumuşuq, 11 il müddətində. Yəni Mehdi ilə bizim əlaqələrimiz, ümumiyyətlə Mehdinin digərləri ilə ünsiyyəti çox fərqli idi də. Həmişə fərqlənərdi. Adə ilə bir bu lətifə kimi danışım. Biz həmişə Mehdinin həmişə cibində pulu olardı. Biz iki qardaş həmişə gəlib Mehdidən borc alardıq. Deyərdik Mehdi borc ver, bir də şey ala qaytaracaq. Heç vaxtı pul almazdı da bizdən o uşaq. Ümumiyyətlə elə mənəviyyatı güclü uşaq idi ki, uşaqlığından çox fərqlənərdi. Mehdinin indiyən qədər qəza, bu gün namazı qəzaya verdim, bu şeyi eşitməmişdim. Mehdidən ki, həmişə dəqiq olardı. Biz həmişə PlayStation-a, kompüter salonlarına gedərdik, boş vaxtlarımızda bir yerdə olmaq üçün. Yəni Mehdi, mən məsələn gedirdim, deyirdim Mehdi buradayam, gəlsən, gəl burada qılarıq namaz. Deyərdi ki, gözlə 2 dəqiqə evdə qılım, gəlirəm. Yəni o qədər dəqiq idi ki, gəlib orada qılaram, birdən problem olar, qıla bilmərəm, qoy evdə qılım, gəlirəm. Yəni namazında çox belə dəqiq idi. Yəni Mehdinin dayısı bu məscidi, anasının dayısı bu məscidi tikib mənim babamdır, Həcim Öz. O da Mehdinin xətrini çox istəyərdi. Həmişə belə Mehdi mənim babam 2019-da rəhmət edib, Mehdi 2020-də şəhid olub. Yəni bəzən deyirəm ki, nə yaxşı ki, babam Mehdidən tez dünyasını dəyişib. Çünki Mehdinin itkisi babam üçün çox ağır olardı. Babam Mehdini həqiqətən də bizdən, öz nəvələrindən ayrı salmazdı. Onun xətrini çox istəyərdi həmişə. Yəni Mehdidə də o iman anasının dayısından keçmişdi. Nə idi? Dəhşət o namazında, ibadətində möhkəm idi. Məscidə biz elə bir yerdə böyümüşük bu məsciddə uşaq vaxtından. Ona Quran dərsi keçib, əxlaq, əqaid, əhkam, mənim dayım Ruhullah keçib hamımıza bir yerdə. O da həmişə gəlib iştirak eləyərdi. İslami elmlərdə müəyyən həddə elmli idi.
O 2000 elə məktəb vaxtından 9-cu, 8-ci sinifdən bu məscidə gələrdi. Məclislərdə xidmət eləyərdi, çay paylayardıq, müəyyən başqa işlər var ki, məscidin qabağının süpürülməyidir, xalçaların yuyulmağıdır filandır. Həmişə belə işlərdə Mehdi kömək lazımdır məscidə. Öz işini qoyardı, durub gələrdi xidmətə. Bu məsciddə Hacı Şəhadətin gəlməyindən sonra, bu məscidə axud olmağından sonra bu məsciddə heyətlər quruldu. O heyətlərin qurulandan ilk ora daxil olanlardan biri Mehdi idi. Yəni məsciddə xidmət elədi ki, öz işdən əlavə vaxtından, bəzən iş vaxtından ayırıb xidmət eləməlisən. Mən özüm və ya başqaları, bəziləri var ki, alınmır onlardan. Amma Mehdi həmişə işini ikinci plana atardı. Öz asuda vaxtlarını qırağa qoyardı. Məsciddə xidmət varsa, Mehdi həmişə birinci durub gələrdi ki, məscidin işi əsasdır. Ta şəhid olan günə qədər xidmət elədi bu məsciddə. Elə məscidin köhnə kadrlarında da var ki, Mehdinin xidmətləri istəyir çay paylamaq olsun, istəyir həyət süpürmək olsun, istəyir xalçaların təmizlənməyi, fərq etmir. Heç bir işdə yəni fərq qoymazdı ki, Mehdi bu iş filan, bu iş başqa, bu iş başqa. Hər bir işinə məscidin ta təmirində, məscidin bu qabağının düzəldilməyi, bu taxtaların vurulmağı, o kadrlarda belə var. İstəsəz qoya bilərsiniz o şəkilləri. Mehdinin burada işləməklərinin şəkilləri var. Ki bu görülən işlər var ki burada, bunların əksəriyyətində Mehdinin əlinin izləri var. Mehdinin şəhidliyi ilə bağlı fikirləri tam fərqli idi. Mehdi şəhidlərlə bağlı biz hər dəfə bayramlarda Vüqar da bu məscidin ilk bu məscidi tikəndə işləyənlərdən, bu məscidin ilk axundlarından olub ki, axund yox, piş namazlarından olub ki, tələbəsi olub bu məscidin, camaat namazı qıldırıb bəzən. Babamın tələbələrindən olub, ilk tələbələrindən. Bu məscid tikiləndə əziyyət çəkən qardaşlardan olub. Sonra 1-ci Qarabağ müharibəsində şəhid olub o Vüqar. Vüqar barəsində də bir sənədli film kimi var, elə hazırlanıb. Hətta bəzi rəvayətlər var ki, azan verərkən güllə yarası alıb, o yaranın nəticəsində şəhid olub, şəhidlik zirvəsinə ucalıb. Biz hər bayramda, Vüqarın şəhid olan günlərində biz qəbirstanlığa gedərdik. Bizim qəbirstanlıqda şəhidlər qəbirstanlığa girən kimi şəhidliyi var. Ən qabaq sırada Vüqarın məzarıdır elə. Həmişə də gedərdik, məzarları təmizləyərdik, öz qohumlarımızın, başlayardıq təmizləyə gedərdik, otların filanların. Həmişə birinci Vüqarı ziyarət eləyərdik. Elə bu Mehdinin şəhidliyə ucalma bu hadisəsinin qabağı elə bizim şəhidimiz Polad Həşimovun şəhid olmağından başlayır. Bizdə əsasən də Mehdiyə çox yaralamışdı Polad Həşimovun bu məzlumanə şəhidliyi. Biz könüllü yazıldıq. Mehdinin təkidləri ilə getdik, könüllü yazıldıq. Suraxanı voyinkomatında ki, bəs müharibə olsa biz könüllü getməyə hazırıq. Bizi çağırmadılar, amma Mehdini dəvət elədilər, getdi voyinkomata, mənlə əlaqə saxladı. Sentyabr ayı idi. Sentyabrın əvvəlləri, 20-sindən sonra idi, səhv xatırlamıramsa. Mehdi zəng elədi ki, bəs mən gedirəm, sənə xəbər gəlməyib voyinkomatdan. Dedim, yox, get gör nə olub, mənə də çağırmalıydılar. Əgər könüllü yazılandan çağırırlarsa, mənə də çağırmalıydılar. Mənə çağırmadılar, amma onu çağırdılar. O getdi. Axırıncı dəfə şəhid olduğu gün biz onunla danışdıq. Bir gün qabaq, yanlış xatırlamıramsa, cümə günü idi. Elə Mehdi ilə danışdıq. Bu məsciddə elə iş gedirdi, təmizlik işləri gedirdi. Saat 16:17. 5-17 dəqiqə işləmiş, axırıncı dəfə danışdıq. Dedi, bəs sabah əməliyyatımız var. Axırıncı dəfə dedim, danışım, birdən qismət olmaz, bir də danışa bilmərik. Elə qardaşım, mən bir yerdə danışdıq. Yəni, unutmuram o sözüm, dedim, özündən müğayyət ol. Hələ mən qardaş dalıcı ağlayan vaxtım deyil də. Sən necə gedimsən, elə də gözləyirəm. Dedi, narahat olma, gedim danışarıq. Bir 3 dəqiqəyə yaxın danışdıq, sağollaşdıq. Ondan sonra hardasa bir həftə 10 gün əlaqəmiz olmadı. Yəni, biz düşünürdük ki, əməliyyatlardır, filandır, yəqin ki, yəni, elə bir yekunlaşırdı müharibə, söz gəzirdi ki, müharibə yekunlaşır. Yəni, çox axtardıq. Mənim köhnə əsgər yoldaşım var idi, o həkim kimi xidmət göstərirdi ön cəbhədə. O ilə də əlaqə saxladım ki, bəs sən bütün cəbhə boyu hərəkətdəsən, bəs
Fəzulazadə Mehdi haqqında məlumat tapa bilsin mənə də, nə tapa bilmirik biz. O da araşdırırdı. Sonra bizə məlumat gəldi ki, Bülbüləyə şəhid gəlir. Atasının adı Zamandır. Biz o vaxt bildik ki, Mehdi şəhidliyi zirvəsinə ucalıb. Sonra izdihamlı dəfn oldu Mehdini. Yəni, şüarlarla, Mehdinə layiq olan şüarlarla dəfn elədik Bülbülə məzarlığında, şəhidliyində. Ki, o şəhidlikdə ki, hər zaman Mehdi qəbristanlığa gedərkən birinci o şəhidliyi ziyarət eləyirdi. Eləcə də indi kim qəbristanlığa gedir, birinci elə Mehdini ziyarət eləyir. Həqiqətən də insan yaşadığı kimi bu dünyadan köçür. Bu indi Mehdinin şəhid olmağından 6 ildir keçir. Yəni Mehdi ilə bizim həyatda, mənim həyatda dostum bir dənə Mehdi idi. Qardaşım qardaş kimi yaxındır, dayım dayı kimi, qardaş kimi yaxındır, amma dost olaraq mən Mehdini bir dənə həyatda tanıyırdım, bilirdim. Bütün çətin vaxtlarımda, bütün yəni ona ehtiyac duyduğum vaxtlarda Mehdi həmişə yanımda idi. Amma 6 ildir ki, yəni çətinlikdə mən Mehdini axtarıram, ancaq məzarı başında. Çünki Peyğəmbər deyir, şəhidlər ölü deyirlər, diridirlər, eşidirlər sizi. Həqiqətən də Mehdi ilə mən danışıram. Mehdini mən şəhid olandan sonra çoxu deyirdi ki, Mehdini yuxuda görürəm. Mən Mehdini yuxuda görə bilmirdim. Bir dəfə məzarı başında elə şikayət elədim. Dedim, hamı yuxusuna gəlirsən, bir də mənim yuxuma gəlmirsən. Hardasa bu qəbristanlıqdan 2 gün sonra yuxuda gördüm 2 dəfə Mehdini. Gördüm, nəsə narahatdır. Söhbət elədim, dedi, gələ bilsəm, gələrəm. Sadəcə icazə vermirlər ki, hər dəfə durum, gəlim. Və yuxuda qucaqladım, nə qədər ağladıq bir yerdə, sonra ayıldım. Ondan sonra heç şikayət eləmirəm ki, yuxuma gəlmir. Yəni, istəsə, yəni icazə versələr, yuxuda dediyi kimi həqiqətən gələr. Yəni, o mənə heç vaxt, heç bir çətinliyimdə tək qoymayıb. İndi də hiss edirəm çətin vaxtlarımda ki, həqiqətən yanımdadır. Bir, yəni, ən belə məndə təsir qoyan bir şey budur ki, Mehdinin, yəni mənim övladımın Mehdini tanımamağı birə-bir, yəni mənim övladım dünyaya gələndən hardasa 6 ay sonra Mehdi şəhidlik zirvəsinə ucaldı. Mənim övladım həmişə qəbr üstə edəndə deyir, ata, hara gedirik? Mehdi əmmin yanına. Deyirəm, hə. Yəni, onun birə-bir onu tanımamağı mənim üçün ən çətin bir şeydir. Hər dəfə danışıram Mehdi haqqında. Mehdini özün görməsə də Mehdi haqqında hər şeyi bilir. Amma yəni Mehdini birə-bir tanımamağı, Mehdinin onun böyüdüyünü görməməyi yəni mənim üçün ən ağır, ən çətin Mehdinin şəhidliyindən sonra ikinci budur ki, Mehdi onun böyüməyini görmür. Həm övladımın gələcəkdə hansı xüsusiyyətdə Mehdiyə oxşamağını istəyərdim. Mən dürüstlüyündən, mən Mehdinin indiyənə qədər bir zarafatcadan da bəzən olur ki, insan zarafatcadan birinə yalan dediyini və ya bir şey zarafat mənasında dediyini, mən Mehdini indiyənə qədər yalan dediyini görməmişdim. Ki, Mehdi bir mövzuda yalan desin və ya qorxsun, çəkinsin bir mövzuda kimdənsə. Heç vaxt Mehdidə olmayıb. Həqiqətən mən istəyərdim ki, mənim övladım gələcəkdə Mehdi kimi, yəni bir şeydən qorxmasın, çəkinməsin, yalan danışmasın bir mövzu haqqında. Mehdinin dürüstlüyü həqiqətən çox fərqli idi. Heç vaxt onun bir mövzu haqqında, məsələn, dəqiqliyi, məsələn, Mehdi dedisə yarım saata buradayam, 29 dəqiqədən sonra burada olardı. Yəni, heç vaxt öz rahatçılığını qoyardı bir qırağa, dediyi vaxtda dəqiqliyi ilə o həmin dəqiqə orada olardı. Məsələn, biz indi birinə söz veririk ki, yarım saata gələm, 40 dəqiqəyə gəlirik, deyirik ki, yarım saat dedim, gəldim də axır ki. Mehdidə elə şey yoxdur. Mehdi dedi, yarım saat oradayım, yarım saat oradaydı. Yəni, Mehdinin dürüstlüyü, dəqiqliyi çox fərqli idi. Həqiqətən istəyərəm övladım gələcəkdə hər xüsusiyyətdə oxşasın. Çünki Mehdi hər xüsusiyyətdə yəni, məndən və ya digərlərindən fərqli idi. Yəni, Mehdiyə nə demək istəyərəm? Yəni, mən işləyim bilirəm, Mehdiyə onu demək istəyərəm ki, inşallah
Qiyamətdə, axirətdə bu günahkar bəndəyə də şəfaətçi olar. Başqa bir şey yox. Artıq onu nə yayın istisi, nə qışın soyuğu narahat eləyir. Çünki onun məzarının üzərini qərənfillər örtür. Qısaca desək, mən gözəl şeylərin, gözəl insanların başına gələcəyinə inanıram.